IELTS imtahanı üçün vaxt itirməyin. Bəli, düz eşitdiniz. Bəzi universitetlər var ki, bu universitetlər üçün hər hansı bir rəsmi dil sertifikatı və IELTS kimi imtahanlar tələb olunmur. Məsələn, Macaristanda yerləşən Carvinius, LT, Debrecen bu kimi bir neçə universitetlərin fakültələri, Almaniyada yerləşən EU Applied Science, BSB və yaxud bir neçə bu kimi universitetlərdə hər hansı bir dil sertifikatı olmadan sizin təhsil almanız mümkündür. Sizdən tələb olunan isə sadəcə B1 səviyyəsində ingilis dili biliyinizin olmasıdır ki, siz universitetin daxili dil imtahanı olan testini keçə bilərsiniz və bu imtahanı keçdikdən sonra artıq universitetə rahat şəkildə qəbul ola bilərsiniz. Amma gənclər, burada çox önəmli bir kritik nüans var. Bu da universitetlərin deadline'larıdır. Universitet müraciətlərinin son tarixi deadline'lar 5 iyun tarixinə qədər uzadılmışdır. Və bu il müraciət edən tələbələr artıq iyun ayının ilk həftəsində bütün müraciətləri bitirməsi lazımdır. Əgər sən B1 səviyyədə ingilis dili biliyin varsa, IELTS və yaxud hansısa bir dil imtahanı üçün vaxt itirmək istəmirsənsə və özünə inanaraq bu imtahanı keçəcəyini düşünürsənsə, elə indi bizə müraciət et.